Takipçiler, bu günlərimdə biz mövzu sınaq imtahanı 14-ün suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Deməli, 12-ci əsrdə hakimiyyətdə olub, dövlətin ilk sultanı idi. Hökmdar olduğu dövləti daha da qüvvətləndirməyə çalışmışdı. Bu Qızıl Arslan da təbii ki, çünki Şəmsəddin Eldəniz sultan titulu götürməyib. Qara Yusif 15-ci əsrdə olub. Aksitan sultan titulu götürməyib, şah titulu götürüb Şirvanşahlar. Şeyx Səfiyyəddin də hökmdar olmayıb, 13-cü əsrdə ümumiyyətlə yaşayıb. İkinci suala gəlirik. Hökmdarları Hakan titulu daşıydı və Ərəb xilafəti ilə mübarizə aparıb. Təbii ki, bu Xəzər xaqanlığıdır. Üçüncü sual, hadisələrin arıcılığını müəyyən etmək lazımdır. Atabəylər dövləti yaranıb 12-ci əsr, Hülakülər dövləti 13-cü əsrdə yaranıb, Şirvanşahlar süqut edib 16-cı əsrdə. Ona görə 1, 2, 3 ardıcıllığı B cavabı olmalıdır. Davam edirik. Dördüncü sual, hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən etməliyik. Ərəblər Dərbəndi şəhərini ələ keçirməsi nəticəsində Dərbənd öz əhəmiyyətini itirdimi? Əlbəttə ki, xeyr. Bilirsiniz ki, hətta ona qapılar qapısı deməyə başladılar. Ərəb ailələri Azərbaycana köçürülməsi nəticəsində Albaniyada Xürrəmlər hərəkatı başlaya bilməz. Yanlış. Urartu Manna ilə ittifaq qurmayıb, Aşurla ittifaq qurub Urartuya qarşı. Səhvdir. Atabəylər dövlətində Qızıl Arslan hakimiyyətə gəlməsi nəticəsində Elxanilər daha da güclənməyib, Eldənizlər güclənib. Ərəb xilafət Albaniyanın varlığına son qoyması nəticəsində dövlətçi ənənələrimizə son qoyuldu mu? Bəli. Doğru cavab D-dir. Davam edirik. 5-ci sual. Xəritədə ulduzla göstərilən xanlıqların oxşar cəhəti. Ulduzla göstərilən xanlıqlardan biri Quba xanlığıdır, bu Şəki xanlığıdır, bu da Qarabağ xanlığıdır. Bunların üçündə oxşarlığı Azərbaycanı birləşdirmə uğrunda mübarizə aparmalarıdır. Əfşarlar dövlətinin parçalanması nəticəsində yaranmaq Şəkidən başqa digər xanlıqlarımıza aiddir. Gəncə xanlığı ilə həmsərhəd olmaq Gəncə bu hissədə yerləşir. Şəki ilə Qarabağa aiddir, Qubaya aid deyil. Birinci Rus-Qacar müharibəsi sonuna qədər öz müstəqilini qoruyub saxlamaq. Bilirsiniz ki, ən azından Qarabağ xanlığı 1805-ci ildə artıq öz müstəqilliyini itirmişdi. Asıl hala düşmüşdü Rusiyadan. İkinci Rus-Qacar müharibəsindən sonra ləğv edilib. Bu da heç birinin aidiyyəti yoxdur. Davam edirik. 6-cı sual. Şirvanşahlar dövlətinin yaranması Azərbaycan üçün nəticələri. Kürdən şimalda ilk Azərbaycan dövləti yaranmayıb. Çünki ondan əvvəl Albaniya dövləti yaranıb. Şimaldan gələn hücumlara qarşı mübarizə asanlaşdı. Bəli, mədəniyyət inkişafına müsbət təsir etdi və dövlətçi ənənələrimiz yenidən dirçəldi. 2, 3, 4 A cavabı doğru cavabdır. 7-ci suala gəlirik. Uyğunluğu müəyyən edin. Azərbaycan torpaqlarını vahid dövlət tərkibində birləşdirmişdi. Bunların içərisində bilirsiniz ki, Eldənizlər birləşdirib. Deməli, buraya yazırıqsa A-nı çıxırıq, C, D-ni çıxırıq. Roma qoşunlarını məğlub edib döyüş bayrağını ələ keçirən Atropatenadır. 2 gedir Atropatenaya. Deməli, B-ni də çıxırıq. Ən uzun ömürlü dövlətimiz olmuşdu Albaniya və Səfəvi dövlət tərkibinə daxil edilib Şirvanşahlar. Y cavabı doğru cavab olur. Davam edirik. 8-ci sual. Eldənizlər dövləti Səfəvilər dövlətindən fərqli olaraq deməli, intibat dövründə mövcud olub. Cənubda yaranmaq Səfəvilərin Eldənizlərdən fərqidir. Qalibiyyətli müharibə nəticəsində yaranmaq da Səfəvilərin tərsinə, yəni Eldənizlərdən fərqidir. C ilə D isə, yəni bir sıra ölkələri fəth etmək və bütün torpaqları əhatə etmək, bu da hər ikisinə aid oxşar. Davam edirik. 9-cu sual. Verilmiş dövlətlərdən heç birinə aid olmayanı müəyyən edin. Deməli, Rəvvadilər, Atabəylər və Baharlı Qaraqoyunlu dövləti. Şimalda yaranmışdı, bu Atabəylərə aiddir. Paytaxtı Təbriz şəhəri Baharlı və Rəvvadilərə aiddir. Vahid dövlət tərkibində Azərbaycanı birləşdirmək Atabəylərə aiddir. İntibat dövründə mövcud olmaq yenə Atabəylərə aiddir. Səfəvilər dövlətinə qarşı mübarizə aparmaq, bəli, heç birinə aid deyil. Baharlı sizi aldatmasın. Baharlılar Səfəvlərə qarşı mübarizə aparıb düzdür, amma dövlətinə qarşı apara bilməz. Çünki Səfəvilər dövləti 16-cı əsrdə yaranıb. Orta əsrlər dövründə Azərbaycanda paytaxt şəhər deyil idi. Orta əsrlər dövründə Azərbaycanda paytaxt şəhər deyil idi. Təbii ki, bu İsfahan şəhəridir, çünki Azərbaycan şəhəri deyil. Digərləri təbii ki, həm Azərbaycan şəhəridir, həm də orta əsrlərdə paytaxt olub. Məsələn, Bərdə Albaniyanın, Şamaxı Şirvanşahların, Naxçıvan Eldənizlərin, Təbrizdə bir çox dövlətlərimizin. 11-ci sual. Verilən məlumatlara əsasən deməli, xəritədə biz şəhəri müəyyən edəcəyik. Xanlıqlarımızdan birinin mərkəzi olub. Bu bizim deməli kömək etmir, amma digər ifadələr, liman şəhəri olması və Bayat tayfası burada məskunlaşması deyilsə, təbii ki, söhbət burada Dərbənddən gedir. 2 nədir burada? 2 burada D cavabıdır. Davam edirik. 12-ci sual. Şəki xanlığı, Qarabağ xanlığı və Quba xanlığını müqayisə etməliyik. Borçalını özünə tabe etmişdi Şəki xanlığı. Deməli, 1 olmalıdır A. 1 A olmalıdırsa, deməli, biz burada D-ni, B-ni və A-nı çıxırıq artıq. Mərkəzi liman şəhəri olan xanlığın tabe edilməsi, yəni Dərbəndi tabe edən bilirik ki, Quba xanlığıdır. Deməli, 3 olmalıdır. 3 olmalıdır B. 3 olmalıdır B. Burada deməli Y-yə yenə uyğun gəlir. Burada isə D yazıb. Bu da olmaz. Deməli, artıq biz cavabı tapdıq. Yenə də kontrol eləyək. Səfəvilər dövlətinin dağılması nəticəsində heç biri yaranmayıb. Bir müddət İrəvan xanlığı ilə həmsərhəd olan Qarabağdır. 2 də olmalıdır D.
və üçünə də aid olan nədir? Azərbaycanı birləşdirmə siyasəti yeritməsi. Ona görə də cavab Y-dir. Gəlirik 13-cü suala. 12-ci əsrdə Azərbaycan torpaqlarında türk dili vahid ünsiyyət vasitəsi idimi? Bəli. Şairlər öz əsərlərində xalqın arzu və istəklərini ifadə edirdilərmi? Bəli. Memarlığın əsası qoyula bilməz. Məmünə xatun türbəsi də müdafiə məqsədi ilə tikilə bilməz. 2 ilə 4-ü çıxırıq. 4, 2, 4. Zaten burada A cavabı doğru cavab qalır. Belə. 14-cü sual uyğunluq pozulmuşdur. Deməli, şimal torpaqlarımızda yaranan ilk dövlət Albaniyadır. Pozulmayıb. İlk dövlət qurumlarımız eramızdan əvvəl yaranıb, düzdür. Mannanın hökmdarı olub İranzu. Qədim dövrdən bəri vətənimizə qarşı işğalçılıq siyasəti yürüdüb ruslar. Xeyr. Ruslar bilirsiniz ki, ilk dəfə 10-cu əsrdə, 944-cü ildə Bərdəyə hücum etdiyini görürük. Bu da orta əsrlər deməkdir. Qədim dövrdən bəri ola bilməz. Ona görə doğru cavab D-dir. Bütün Azərbaycanı əhatə edib Sacovlar, bu da düzdür. Gəldik 15-ci suala. Hansı dövlətə aid məlumat verilməyib? Qaraqoyunlu dövləti ilə eyni əsrdə mövcud olmuşdu Ağqoyunlular. Ərazisində 15-ci əsrdə, yəni ərazisində Gülüstan qalası inşa edilib, bu Şirvanşahlar. Tərəfdarları Qızılbaş adlanmışdı Səfəvilər və dinin günəşi ləqəbi verilmiş ilk hökmdarına, kimə? Eldənizə, yəni Eldənizlərə və Elxanlara aid burada ifadə yoxdur. 16-cı sual. Adları verilmiş hökmdarların fəaliyyətlərinə uyğun cavabı verildiyi bəndi müəyyən edin. Deməli, Böyük Moğol İmperiyasının baş aparıb Nadir Şah. Deməli, A-nı, C-ni, D-ni silirik. Ərdəbil hakimlərlə qohumluq əlaqəsi yaradıb Həsən Padşah və ona görə B-də getdi. Xətai təxəllüsü ilə şeir yazıb Şah İsmayıl. Şirvanşahları asala salıb Eldəniz. Davam edirik 17-ci sual. Atropat. Nəzərinizə çatdırım ki, ən çox səhv edilən sual budur. Diqqətsiz deyilib şagirdlərimizin çoxusu. Cəsur sərkərdə olub. Cənub torpaqlarımızı idarə edib. Eradan əvvəl 4-cü əsrdə dövlət yaradıb. 4-cü əsrdə yox. Romalılarla mübarizə apara bilməz. Dövlətçi ənənəsinin əsasını qoya bilməz, çünki o Mannadır. Və qalır 2 dənə əsas təhlükəli cavab. Bir çox şagirdimiz C-ni götürüb, amma o da yanlışdır. Urmiya gölünün paytaxtı, yaratdığı dövlətin paytaxtı Urmiya gölünün şimal-şərqində yerləşirdi. Deyəlim ki, bu Urmiya gölüdür. Şimal-şərq nə deməkdir bu hissədə? Şimal-şərq hissəsində yerləşirdi. Halbuki Qazaka bilirsiniz ki, bu hissədə yerləşir gölün. Yəni cənub-şərq hissəsində. Bu hissə olur cənub-şərq. Burada isə şimal-şərq yazılıb, bu səhvdir. Ona görə də bu cavabı götürmək olmaz. Bəli, qədim dövrdə Azərbaycanın cənub torpaqlarında meydana gələn Atropatena dövlətinin ilk hökmdarı olub. Aydındır. Deməli, burada cavab B-dir. 18-ci sual. 15-ci yüzillikdə Azərbaycan torpaqlarında Səfəvi şeyhləri hakimiyyət uğrunda mübarizə aparırdı. Çünki Təbriz Qızılbaşlar tərəfindən ancaq 16-cı əsrdə idarə oluna bilər. Onlar 15-ci əsrdə yalnız Ərdəbili idarə edə bilər. Bütün Azərbaycanı birləşdirən dövlət yox idi. Səfəvilər dövləti birləşdirmə siyasəti olan dövlət yoxdur ümumiyyətlə. Ərdəbil hakiminin əsası 13-cü əsrdə qoyulub. Bu da aid deyil. 19-cu sual. Nadir Şah Hindistan və Mərkəzi Asiyaya hərbi yürüş etməsinin səbəblərindən biri. Əlbəttə ki, ərazisini genişləndirmək və dövlət xəzinəsini zənginləşdirmək istəməsi. 20-ci sual. Hökmdarlardan hansı orta əsrlərdə Azərbaycan torpaqlarında hakimiyyətdə olmamışdır? Azərbaycan torpaqlarında olmamışdır. Bu təbii ki, Sultan II. Mehmeddir. 21-ci sual. 16-cı əsrdə Səfəvilər dövlətinin yaranması nəticəsində memarlığın əsası qoyula bilməz. İlk kitabxana fəaliyyətə başlaya bilməz. Riyaziyyat astronomiya ondan əvvəl də var idi. Sonra Marağa rəsədxanası zaten ola bilməz, çünki Elxanilərin dövründə olub, yaranıb və qalır cavab B. Sənətkarlıq və ticarət inkişaf etməyə başladı. Elm və mədəniyyət tərəqqi, yəni inkişaf etdi. 22-ci sual açıq suallarımızdan birincisi. Deməli, Ərəb xilafətinin Xürrəmlər hərəkatına qalib gəlməsinin səbəblərindəndir. Xilafət ordusunda türk əsirli sərkərdə Afşin rəhbər etməyə başlaması. 1. Xilafətin özünün bütün gücünü üsyançılara qarşı yönəltməsi və Ərəb dövlətinin çoxsaylı orduya sahib olması. 23-cü sual. Xronoloji ardıcıl müəyyən edin. Burada verilmiş hadisələrdən 3-ü 16-cı əsrdir. Biri isə 15-ci əsrdir. Sara Xatun 2-ci Mehmedlə danışıq aparmasını birinci götürür, ona görə 15-ci əsrdir. Sonra biz İsmail Səfəvilərin başında şeyx olaraq Şeyx İsmail Təbrizi tutmalıdır. Tutandan sonra özünü şah elan etməlidir və Səfəvilər dövləti yaranmalıdır. Və sonra da 1514-cü ildə Osmanlılarla Çaldıran döyüşü baş verməlidir. Ona görə də 2-3-4-1 ardıcıllığı olmalıdır. Klaster ilə bağlı sual. Klasteri tamamlamaq lazımdır. Klaster Əfşarlar dövlətinə aiddir. Hindistana yürüş edib. Əfşarlar dövləti hökmdarı Nadir Şah sonra dəniz sərhədlərinin müdafiəsi üçün çalışıb. Yəni çalışıb nə edib? Donanma yaratmağa çalışıb, hərbi donanma. Paytaxtı Təbriz yox, Məşhəd olub. Osmanlı ilə həmsərhəd olub. Bütün vəzifələri yox, bəzi vəzifələri ləğv edib. İslam dini daxilində çəkmələrə son qoymaq üçün təşəbbüs göstərib. Bundan ötürü də Osmanlı hökmdarına məktub yazıb. 1-3-5 olmalıdır. Davam edirik. Deməli, 25-ci sual, sonuncu sual, uyğunluq sualı. Deməli, burada Eldənizlər, Ağqoyunlu və
Səfəvilər dövlətinə aid Venn diaqramı verilib. Kür və Araz çayları arasındakı torpaqları əhatə etməsi 3-ünə də aiddir. Yəni A gedir 4-ə. 16-cı yüzillik birinci yarısında yaranmaq bu Səfəvilər dövlətinə aiddir. Gedir 3-ə. 15-ci yüzilliyin birinci yarısında yaranmaq heç birinə aid deyil. İntibah mədəniyyət dövründə mövcud olması bu Eldənzilərə aiddir. Gedir 1-ə, D gedir 1-ə. Və Osmanlı hökmdarı Sultan II. Mehmedə qarşı mübarizə aparmaq, bu da Ağqonlara aiddir. Y də gedir 2-yə. Deməli 1 olur. 1 olur nə? 1 olur D, 2 olur Y, 3 olur B və 4 olur A. Əziz şagirdlər, beləliklə bu dərsimiz də başa çatdı. Növbəti video dərslərimizdə görüşənə qədər sağ olun, salamat qalın.